Hazırda mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə edilir. Kənd Təsərrüfatı Nazirliyi buna qarşı mübarizə aparmaq məqsədi ilə profilaktik peyvəndləmə tədbirinə başlasa da, iddialara görə istifadə edilir vaksinlər keyfiyyətsizdir. Məhz bu səbəbdən bəzi heyvanlar tələf olur. Hətta bildirilir ki, həmin mal-qara əti istehlak üçün satışa çıxarılır. Artıq bu hal əhali arasında narahatlıq yaradıb. İnsanlar satılan ətlərin həmin xəstə heyvanlara aid ola biləcəyindən ehtiyat edirlər. Nəticədə son günlərdə insanların ət seçimində dəyişiklik müşahidə olunur. İndi bir çoxları mal əti əvəzinə toyuq və digər ət növlərinə üstünlük verirlər. Ət bazarında nə baş verir? Bu hadisələr fonunda nələr gözlənilir? Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, ət məhsulları bir-birinə alternativ olan məhsul kateqoriyasına daxildir. Məsələn, toyuqda hər hansı xəstəlik aşkarlandıqda alıcılar xırda və ya iri buynuzlu heyvan ətinə yönəlir. Bu isə digər alternativ məhsulda süni qiymət artımına şərait yaradır. Ancaq çıxış yolu hər vaxt bu olmamalıdır. Seçimlərdən biri kimi toyuq məhsulları da göstərilir. Hazırda mal-qara ətini əsasən toyuqla əvəzləyənlər var. Amma mağazalardan alınan 40 gün ərzində süni üsullarla böyüdülən broilerlərin faydalılığı da mübahisə boğurur. Ümumilikdə süni qiymət artımını çox vaxt özümüz yaradırıq. Media və sosial şəbəkələrdə əsassız məlumatların və panikanın yayılması bazarda qiymətlərin bahalaşmasına səbəb olur. İqtisadçı deyib ki, tələb və təklifə uyğun olaraq qiymətlər dəyişə bilər. Qiymətlərin tam sabit qalması gözlənilmir. Ancaq cüzi artım mümkündür. Əvvəlki illərlə müqayisədə iqtisadiyyat və kənd təsərrüfatı sahəsində maraqlı vəziyyət formalaşıb. Kənd və rayonlardan paytaxta kütləvi köç, kirayə mənzil bazarına, eləcə də ərzaq qiymətlərinə təsir göstərib. Son illər şəhər ətrafında kiçik ev təsərrüfatlarının sayı artıb. Bununla yanaşı, çoxmərtəbəli binalarda mənzillərin satılmaması da müşahidə edilir. Bütün bu amilləri nəzərə alaraq, növbəti 5-10 il ərzində ərzaq məhsullarında inflyasiya sürətinin kəskin artmayacağını düşünmək olar. Əvvəlki illərlə müqayisədə iqtisadiyyat və kənd təsərrüfatı sahəsində maraqlı vəziyyət formalaşıb. Kənd və rayonlardan paytaxta kütləvi köç, kirayə mənzil bazarına, eləcə də ərzaq qiymətlərinə təsir göstərib. Son illər şəhər ətrafında kiçik ev təsərrüfatlarının sayı artıb. Bununla yanaşı, çoxmərtəbəli binalarda mənzillərin satılmaması da müşahidə edilir. Bütün bu amilləri nəzərə alaraq, növbəti 5-10 il ərzində ərzaq məhsullarında inflyasiya sürətinin kəskin artmayacağını düşünmək olar.